Kərbəlayı İsmail gecəykən Araz çayını otaya keçməsəydi, sübh tezdən Şura hökuməti ona ailəlikcə aradan götürəcəkdi. Ancaq yola çıxa bilmirdi, ona görə ki, ailədə hamilə qadın vardı. Çox götür qoydan sonra qan düşməni olan Usuboğlu'nun qapısını döyüb deyir ki, Usuboğlu, biz düşmənik, qalsın öz yerində. Amma sənə əmanətim var Usuboğlu. Bu namus məsələsidir. Hamilə qadını sənə etibar edib gedirəm. Ara sakitləşsin, gəlb aparasın. Dərin fikrə gedən Usuboğlu deyir ki, bir şərtlə əmanətini qəbul edirəm Kərbəlayı. Oğlumu özünlə girov apar. O qadının başından bir tük əskik olsa, oğlumun qanı sənə halal. Deyirəm ki, babalarımızın düşmənçiliyindən də kişilik yağır. Babalar vardı, adil babalar. Hakkın dərgahına inip getdilər. Ayağa düşmədi elin namusu. Yenilməz ordular, yenib getdilər. Halal süt əmdilər, halal qucaqdan. Halal qızaldılar, halal ocaqdan. Düzgün ayırdılar haqqını haqdan. Haqqın sədası ilə dinib getdilər. Nəfsi aldatmadı nə gümüş, nə zər. Gözdən yayınmadı nə xeyir, nə şər. Kişilər vardı, yaxşı kişilər. Yaxşı köhlənləri minib getdilər.